Bugünümüzü yenə də belə bir gözəl oteldə səhər yeməyinə dəvətini açmışıq. Bəli, hər kvartalda bir dəfə bizim şirkətimiz uğurlu liderlər üçün belə bir saftaraq səhər yeməyi planlayır və çox möhtəşəm keçir. Bugün biz bir daha Rotunda zalında dəvətliyik. Həmişəki kimi sevimlimiz Tata xanım ilk olaraq bütün iştirakçıları salamladı. Və Tata xanım çıxış edərək tədbiri açıq elan etmək üçün sözü Fabrik Azərbaycan şirkətinin direktoru İrina Savikovaya verdi. Bugünkü tədbirimizdə direktorların bir qisminin təbriki milli direktorumuz Səbuhə xanıma həvalə edilmişdir. Hoş geldiniz size. Gözlərdə həyəcan, qəlblərdə ümid vardı. Hər kəs adının səslənəcəyi anı gözləyirdi. Çünki bu təkcə bir adın deyil, böyük əzmin, çəkilən zəhmətin və həyata meydan oxuyan ruhun tanınma anı idi. Milli direktorumuz Səbuhə Dadaşova yeni direktorların və baş direktorların təqdimatını etdi. Sevimlimiz Tata xanım isə gümüş direktor və gümüş statusundan yüksəkdə olan bütün statusların təqdimatını etdi. Uğur qazanan və səhnəyə çıxan hər bir lider ürəklərinin dərinliyindən gələn səmimi və ilham verici çıxışları ilə öz sevinclərini bizimlə paylaşdılar. Tədbirimizin ən maraqlı və motivasiya edici hissəsi isə uğur qazanan və qızıl statusundan yüksəkdə olan bir neçə liderin həyat hekayələrinin təqdimatı oldu. Qızıl direktorumuz Səadət xanım yaşadığı acınacaqlı həyatını Fabrik şirkətinin sayəsində necə 180 dərəcə dəyişməsinin sirlərini açıqladı. O qeyd etdi ki, əgər olduğun zirvədən düşmək istəmirsənsə, ilk öncə öyrən, daha sonra öyrəndiklərini tətbiq et. Qızıl direktorumuz Günel xanım da çox maraqlı təqdimatı oldu. Öz həyat hekayəsindən bildirdi ki, o bura yalnız alış-veriş məqsədi ilə gəlmişdi. O Fabrik şirkətinə gələrkən ilk öncə oğlundan böyük dəstək görmüşdü, texniki dəstək. Ən maraqlı məqam da oldu ki, Günel xanım sizin tez-tez qarşılaşdığınız və daima rəhbərinə etiraz edən liderlərdən biri olub. Fabrik şirkətində ilk uğurlarını qazanarkən atasını, sevimli qardaşını itirərək depressiyanın lap dibinə çökməsinə baxmayaraq, onu başa düşən, onu anlayan liderlərinin ona diqqəti, ona sevgisi, ona ayırdığı zaman onun içindəki qığılcımı yenidən yandırıb. Günel xanım özü liderlərin motivasiya mənbəyinə çevrilib. Daha sonra sevimlimiz Tata xanım yaqut statusunu təsdiqləyən iki böyük liderin təqdimatını etdi və bu liderlər öz həyat hekayələrini bölüşdülər. Yaqut direktorumuz Fəridə xanım öz maraqlı çıxışında hər şeyin mətbəxdən başladığını, brendin yaradılması və özünə xas olan düsturun bir bərabərdir 5 formulalı düsturunun açıqlamasını verdi. O qeyd etdi ki, mən ilk olaraq bir nəfəri dəvət edib həmin bir nəfərin ətrafında olan 5 nəfərin yazılışına nail olduqdan sonra digər ikinci bir liderə keçirəm. Bu çox maraqlı bir düstur idi. Fəridə xanım həmçinin bildirdi ki, mən Fabrik sayəsində öz arzumda olan evə nail olmuşam. Yaqut direktorumuz Səbbə xanımın çıxışı da unudulmaz oldu. Çünki o mənim ürəyimdən sanki xəbər verdi. Bildirdi ki, mənim hətta uğur qazananda bacım, doğmalarım mənim yanımda olmasa da əlimi buraxsalar da mənə inanan, güvənən yad insanlar sayəsində mən bu uğuru qazanmışam. Kim bildirdi ki, apardığı WhatsApp qruplarda, sosial saytlarda hər zaman vaxtında suallara cavab veribdi. 24 saat ərzində həmişə əl çatan olubdu və öz disiplini ilə direktorlarına nümunə göstərməyə, nümunəvi olmağa çalışıbdı. Onun disiplini də onu məhz uğura aparan vacib resurslardan biridir. Növbəti çıxış günümüzün ulduzu, brilliant direktor Aygün Səfərovadan gəldi. Əslində Aygün xanım bugün hər bir lider üçün böyük bir nümunədir, çünki onun həyat hekayəsinə qulaq assaz, onun sağlamlığı məhdud olan bir övladının olması və bu övladın olmasına baxmayaraq nə Instagram, nə Facebook, heç bir sosial saytı olmayaraq yalnız WhatsApp qrupları ilə brilliant kimi bugün parlaması hər kəs üçün bir dərs idi, məktəb dərsi idi. O qeyd etdi ki, liderlə əl-ələ tut və bütün dağları fəth et. Mənim də ən böyük arzum komandamda uğurlu liderlərinin sayının çoxu olmasıdır. Sevirəm sizi, mən Fabirliklə qürur duyuram.